Günümüzün aktual mövzularından biri aritmiyadır. Aritmiyalar ritim pozulması və yaxud da düzənsizliyi deməkdir. Ürəyin elektrik və ya keçirici sistemində baş verən müxtəlif səviyyələrdə baş verən pozulmalar nəticəsində ürəkdə aritmiyalar, blokadalar yarana bilər. Bəs bunların səbəbi nədir? Yaşam tərzinin, xüsusilə də yuxu rejiminin pozulması, energetik içkilərin istifadəsi, zərərli vərdişlər, müxtəlif maddi asılılığı, psixotrop dərmanların qəbulu əsas səbəblərdəndir. Amma mən xüsusilə anadan gəlmə aritmiyaları vurğulamaq istəyərdim. Anadan gəlmə aritmiyalar uzun QT sindromu, qısa QT sindromu, Wolff-Parkinson-White sindromu, Brugada sindromu kimi həyatı təhdid edən xüsusi aritmiya növləri vardır. Bəzən bu aritmiyalar adi bir 12 aparmalı elektrokardioqramma müayinəsində aşkarlanır. Bəzən isə bu aritmiyaları sutkalıq EKG Holter ritim müayinəsində aşkarlaya bilirik. Bəzən xəstələrimiz bizə söyləyir ki, mən exokardioqrafiya müayinəsi etdirmişdim uşağımda, amma o aritmiya görülməmişdi. Əziz dinləyicilərimiz, exokardioqrafiya müayinəsi ilə ritim pozğunluğunu müəyyən etmirik. Exokardioqrafiya müayinəsi ilə ürəyin struktur patologiyalarını, ürəyin işləmə gücünü, qapaqları, digər şeyləri aydınlaşdırırıq və yaxud da anadan gəlmə ürək qüsurlarını. Ritim pozğunluğunu sadə kardioqramma və sutkalıq EKG Holter müayinəsi ilə aşkarlayırıq. Qəlbiniz çox dəyərlidir. Vaxtında aritmiyaları aşkarlamaq lazımdır.